Asılılıkların psixoloji səbəbi nədir? Oyun, siqaret, qumar, içki və s. hər birinin zərərli olduğunu bilirik, lakin dayandıra bilmirik. Bəs bunun səbəbi nədir? Asılılıq sadəcə zəif bir iradə deyil. Bu beyində dərin bir ehtiyacın əlamətidir. Asılılıkların kökündə çox zaman emosional boşluq, travma və tənzimlənə bilməyən duyğular dayanır. Bir insan oyuna, siqaretə deyil, o an üçün özünü unutmağa asılıdır. Beyin bu davranışı mükafatlandırır, həmin an üçün rahatlıq verir. Daha sonra isə daha da çox bataqlığa batırır. Tədricən bu davranış vərdişə, daha sonra ehtiyaca və ən sonda idarəetməni itirdiyimiz bir döngüyə çevrilir. Asılılıqdan qurtulmaq üçün ilk addım özünü qınamamaq, ikinci addım isə kömək istəməkdən çəkinməməkdir. Güclü olmaq hər şeyi tək başına həll etmək demək deyil. Güclü olmaq bəzən kömək istəməyi də bacarmaqdır. Özünü nə zaman kömək istəməyə hazır hiss edərsənsə biz buradayıq.